Qərb qonşularını darmadağın edən hökmdar dövlətinin ərazisinin şimalda Qara dəniz, cənubda isə Ege dənizi sahillərinə çıxışını təmin etdi. O, Osmanlı dövlətinin ərazisini paşalıqlara və sancaqlara böldü. Mətndə fəaliyyətindən bəhs edilən hökmdarın Fatih II Mehmedlə oxşar cəhətlərini müəyyən edin. Əvvəlcə baxaq görək mətndə bəhs edilən hökmdar kimdir? Demək, paytaxtı bu dövrdə Ege dənizi sahillərində çıxan, ərazisi paşalıqları və sancaqlara bölən inzibati bölgü aparan Orxan Qazi olubdur. Orxan Qazi ilə deməli biz Fatih II Mehmedin oxşar cəhətlərini müəyyən edirik. Bizans ordusunun məğlub edilməsi, bəli, 1329-cu ildə deməli Orxan Qazi Bizans ordusunu məğlub edibdi. Fatih Mehmed isə 1453-cü ildə ümumiyyətlə Bizans dövlətinə son qoyubdu. Biri götürürük. Bizans özünü İslam dünyasının xəlifəsi elan edən Sultan Səlim olduğuna görə uyğun gəlmir variantımıza. Paytaxtın Yeni şəhərə köçürülməsi Orxan Qazinin dövründə paytaxt köçürülübdü Bursa şəhərinə, Söyüddən. Mehmedin dövründə isə paytaxt Konstantinopola, yəni İstanbula köçürülüb. Uyğun gəlir. Ağqoyunlu dövlətin qoşunlarına məğlub olması Orxan Qazinin dövründə ümumiyyətlə Ağqoyunlu dövləti mövcud deyildi. Uyğun gəlmir. Cavabımız 1 və 3 A variantı düzgündür. Çar Rusiyasının tarixinə aid uyğunluğu müəyyən edin. 19-cu əsrin ikinci yarısına aid olan hadisələri soruşur. Daxili siyasət və xarici siyasət. 1-ci Napoleon hücumlarına qarşı mübarizə aparıldı. 1-ci Napoleon Rusiyaya hücumu 1812-ci ildədir. Bu əsrin birinci yarısı olduğuna görə variantlar içərisindən A-nı çıxırıq. Kəndlərin müvəqqəti mükəlləfiyyətli vəziyyətinə son qoyuldu. 1881-də son qoyulub. Əsrin ikinci yarısıdır və daxili siyasətdir. B-ni götürürük 1-ə. Kəndlilər Krım müharibəsi məğlubiyyətə nəticələndi. 1856-cı ildə Paris sülhü ilə bitibdi və ikinci yarısıdır, xarici siyasətdir və götürdük C-ni 2-yə. Şəhər əsasnaməsi 1870-ci ildə təsdiq edilib. Əsrin ikinci yarısıdır, daxili siyasətə aiddir, ölkə daxilində baş verən hadisədir. D-ni götürdük 1-ə. Qara dənizdə hərbi donanma saxlamaq hüququ bərpa edildi. Londonda keçirilən konferansda 1871-ci ildə bərpa edilib. 1871 əsrin ikinci yarısı və xarici siyasətə aiddir. Yeni də götürdük 2-yə. Beləliklə 1-ə B-dir, 2-yə isə C-yi A variantı düzgündür. Göstərilənlərin üçünün də aid olduğu dövlət hansıdır? Klassik orta əsrlərdə meydana gəlib, demək biz axtarırıq 11-15-ci əsrlər aralığında meydana gəlmiş dövlət olsun. Səfəvləri məğlub eləyib, yenə diqqət edirik, dövlət deyə soruşmur, Səfəvlərin məğlub edilməsini soruşur ümumi şəkildə. Teymurilərin paytaxt şəhərini ələ keçirib. Demək, bu olacaq, Qaraqoyunlu dövlətin hökmdarı Cahanşahdan gedir söhbət. Cahanşah Səfəvləri məğlub edib 1460-cı ildə. Demək, Şirvanşah Xəlullahla birlikdə məğlubiyyətə uğradıblar. Samur döyüşündə uyğundur Cahanşaha, yəni Qaraqoyunlu hökmdarına. Klassik orta əsrlərdə meydana gəlib, Qaraqoyunlu dövləti 1410-cu ildə meydana gəlib, uyğundur yenə Qaraqoyunlu dövlətinə. Teymurilərin paytaxtı da 1458-ci ildə yenə Qaraqoyunlu Cahanşah tərəfindən ələ keçirilib. Cavabımız C variantı Qaraqoyunlu dövləti doğrudur. Qədim Azərbaycanda daş dövründən fərqli olaraq Tunc dövrünə baş verən hadisələri soruşur. Heyvanları əhləşdirməyə başladılar. Mezolit dövrü, yəni orta daş dövrü. Uyğun variant olmadı bizim üçün. Kollektiv şəkildə yaşayırlar. İnsanlar ulu icma, daha sonra qəbilə şəklində yaşayıblar. Yəni daş dövründə də kollektivlərdə yaşayıblar. Ona görə uyğun deyil. Sənətkarlıqla məşğul olublar. Sənətkarlıq Neolit dövründə meydana gəlibdir. Bu da olacaq yeni daş dövrü və ona görə bizə yenə uyğun deyil. İlkin şəhər məskənləri yaratdılar. İlkin şəhər məskənləri yaranıb Orta Tunc dövründə və ona görə variantımız D düzgündür. Səfəvi dövlətində 17-ci əsrin sonlarından başlayan tənəzzülün daxili səbəblərini soruşur bizdən. Kəndlilər vergini pullu ödəməyə məcbur oldu. Səfəvi dövlətində əsasən məhsul ödənilən vergi var idi, götürə bilmirik. Saxta qəlb pulların dövrəyə yol tapması, bəli, bu belədir. Xarici ticarət zəifləyir, nəticədə pul qıtlığı baş verir və dövrəyə də saxta pullar yol tapır. Daxili səbəbdir. Götürdük, həm də iqtisadi səbəbdir. Sənət və ticarətlə məşğul olan əhalinin şəhərləri tərk etməsi, bəli, şəhər iqtisadiyyatı tənəzzülə uğrayır və
ticarətlə, sənətlə məşğul olan əhali məcbur surətdə kütləvi şəkildə şəhərləri tərk etmək məcburiyyətində qalır. 3 də doğrudur. Beləliklə cavabımız 2, 3 doğru variant C variantıdır. ABŞ tarixində Thomas Jeffersonun prezidentlik dövrünə aid olanları soruşur. Əvvəlki hakimiyyət dövrünə baxaq. 1801-ci ildə hakimiyyətə gəlib, 1801-ci ildə və 1809-cu ilə kimi Amerikanın prezidenti vəzifəsini icra edib. Baxaq, seçkilərdə iştirak üçün əmlak layihəsi ləğv olundu. Bəli, Thomas Jefferson dövründə bu həyata keçirilən işlərdən biridir, götürdük. İstiqlaliyyət bəyannaməsi 1776-cı ildə verilib. Bu dövrdə Thomas Jefferson müəlliflərdən biri olmağına baxmayaraq prezident deyildi deyə götürə bilmirik. Kanada uğrunda Böyük Britaniya ilə müharibə 1812-də başlayıb, 14-də bitən müharibədir və bu müharibə dövründə Thomas hakimiyyətdə olmayıb, götürmürük. Qərbdəki boş torpaqların məskunlaşdırılması geniş vüsət aldı. Bəli, məskunlaşmaya artıq Thomasın dövründə icazə verilmişdi. Buna görə də cavabımız 1 və 4 B variantı düzgündür. Tarixi proseslərin nəticəsini tamamlayan Roma sərkərdəsi Antoninin şərqə yürüş etməsi, Parfiya qoşunları ilə toqquşması. Eradan əvvəl 38-ci ildə Roma sərkərdəsi Antonin şərqə yürüşü başlayır və o qəfil istiqamətini dəyişərək Fraspa üzərinə hücum eləyir. Buradan biz yola çıxaraq Y variantı Fraspada olan döyüşü götürürük və bunun nəticəsində də bilirik ki, Atropatena hökmdarı Artabaz döyüşdə qələbə qazanmışdı və Fraspada Romalılar məğlub olurlar. Cavabımız Y variantı düzgündür. Döyüşləri müəyyənləşdirməliyik. Səfəvilərin Ərdəbil hakimliyi dövrünə uyğun olanlar soruşur bizdən. Demək, Şahdağ döyüşü 1488-ci ildə olub və Şeyx Heydərin məğlub olduğu döyüşdür. Şahdağı götürdük Şeyx Heydərə, A-nı 2A. Şərur döyüşü 1501-ci ildə olubdur və Şeyx İsmailin qalib gəldiyi döyüşdür. Şəruru burada İsmaili vermədiyinə görə götürmürük. Alma bulağı döyüşü 1503-cü ildə olubdur və Şah İsmailin döyüşüdür. C-ni də götürmürük. Samur çayı sahilində döyüş. Samur çayı sahilində döyüş 1460-cı ildə olub və Şeyx Cüneydin məğlub olduğu döyüşdür. D-ni 1-ə götürdük. Şəməsi döyüşü 1494-cü ildə olub və Şeyx Sultanəli bu döyüşdə məğlub olub. Yeni də götürdük. Beləliklə 1D, 2A, 3Y. Y variantı düzgündür. Osmanlı dövlətinin durğunluq və geriləməsinin daxili və xarici səbəblərini uyğunlaşdırmalıyıq. Baxaq, dünya ticarət yollarının dəyişməsi böyük coğrafi kəşflərin nəticəsində baş veribdir və Osmanlıda durğunluğun, həmçinin geriləmənin səbəblərindən biridir. Xarici səbəbdir. 2-yə götürürük A variantı. Qəfəs üsulunun tətbiq edilməsi 1603-cü ildə hakimiyyətə gələn Sultan 1-ci Əhməd tərəfindən ilk dəfə tətbiq edilibdir. Daxili səbəb götürəcək bunu. B-ni 1-ə götürdük. Sənədlərin genişləndirilə bilməməsi, bu xarici ölkələrlə aparılan müharibələrin nəticəsi olduğuna görə xarici səbəb götürürük. Qapı pul ocaqlarının fəaliyyətinin pozulması əlbəttə ki, daxili səbəbdir. Köprülü Mehmet Paşanın islahatlar keçirtməsi, bu durğunluq və geriləmənin yaranmasına yox, əslində aradan qaldırılmasına yönəlik islahatlardır. Ona görə yeni götürmürük. Beləliklə 1BD, 2AC, A variantı düzgündür. Qaraqoyunlu dövlətinin Ağqoyunlu dövləti ilə oxşar cəhətini soruşur. Səfəvi dövlətin məğlub edilməsi, demək Qaraqoyunlu dövləti süquta uğrayanda 1468-ci ildə hələ Səfəvi dövləti mövcud deyildi, ona görə A variantını götürə bilmirik. Şirvanşah 1-ci İbrahimin Asılala salınması 1-ci İbrahim 1382-1417-ci illərdə hakimiyyətdə olub. Qaraqoyunlularla mübarizəsi olub Kür çayı sahilində 1412-də və Asılala düşür. Amma Ağqoyunlu dövləti mövcudiyyəti dövründə İbrahim hakimiyyətdə deyildi, B-ni götürmürük. Teymuri dövlətlə mübarizənin aparılması, məlumdur ki, Qaraqoyunlu dövləti ilə Teymurlar arasında bir neçə döyüş olub. Məsələn, Təbriz döyüşü, Alaşkir döyüşü. Ağqoyunlu dövləti ilə də Teymurlar arasında Teymuri hökmdarı Əbu Səidlə, deməli, Ağqoyunlu hökmdarı Uzun Həsən arasında Muğan çölündə döyüş olubdur 1468-ci ildə. Beləliklə, oxşar cəhət kimi C variantı düzgündür. Biz götürdük C-ni. Xəritədə rəqəmlərlə göstərilmiş xanlıqların tarixinə aid uyğunluğu müəyyən edin. 1. Urmiya xanlığıdır. 2 isə Şəki xanlığını göstərir bizə. Baxaq.
Qızılqaya adlanan yerdə Gürcü çarı 2-ci İraklinin məğlub edilməsi, 1752-ci ildə Şəki xanı Çələbi xan tərəfindən məğlubiyyətə uğradılıbdır. Anı götürdüyü bir Şəkiyə. Şiraz hakimi Kərim xan Zənd tərəfindən ələ keçirilmə, bilirsiniz, 1763-cü ildə Şiraz qonaqlığının nəticəsində, yəni bu hadisə zamanı Urmiya xanlığı ələ keçirildi Kərim xan Zənd tərəfindən, beyni götürdü birə. Dərbənd şəhərinin ələ keçirilməsi heç birinə uyğun deyil. Məhəmməd Həsən xan tərəfindən qanunnamə hazırlanması, Şəki xanı Məhəmməd Həsən xan qanunnamə veribdi, deyini götürdük. Sonra Qarabağ xanlığının asılı vəzifəyə salınması, 1759-cu ildə Qarabağ üzərinə uğurlu yürüş eləyib və hətta İbrahim Xəlil də özü ilə girov aparan olub Urmiya xanı Fətəli xan Əfşar. 1-ə götürdük B və Y, 2 isə A və D. Cavabımız olacaq D variantı düzgündür. Mannada İranzunun hakimiyyət dövrünə aiddir. İranzu eradan əvvəl 740-cı ildən 719-cu ilə kimi hakimiyyətdə olub. Baxaq, nəyə aid götürəcəyik? Paytaxt İzirtu şəhərindən köçürüldü. Xeyr, çünki Mannan cəmi bir paytaxt olub. A variantını çıxdıq. Kimerski tayfalarının köçləri 7-ci əsrdə başlayıb eradan əvvəl. İranzu dövrünə təsadüf eləmir, götürmürük. Assuriya xəzinəsinə ödənilən xərac dayandırıldı. Əksinə, Manna ilə deməli, Assuriya münasibətləri İranzun dövründə yaxşı idi, götürə bilmirik. Urartuya qarşı mübarizə üçün Midiya ilə ittifaq bağladı, bu da yanlışdır. Mərkəzi hakimiyyətə qarşı üsyanlar baş verdi. Bəli, eradan əvvəl 719-cu ildə Şandahl və Durduqa vilayətlərində mərkəzləşmə siyasətinə qarşı üsyanlar baş verib. Cavabımız Y düzgündür. Baxaq, 2-ci Rusiya Qacarlar müharibəsi dövrünə aid hadisələrin uyğunluğunu müəyyən edin. 2-ci Rus-Qacar müharibəsi 1826 və 28-ci illəri əhatə edən müharibədir. Şimali Azərbaycan xalqlarını soruşur birinci bizdən. Rusiya İrəvan qalasını işğal etdi. Bəli, 1827-ci ildə Rusiya İrəvan qalasını işğal etdi. 1-ə A düzgündür. 1-ə A düzgündür. Qacar ordusu Dərbənd xanlığını ələ keçirdi. Xeyr, Dərbənd, Quba, Şuşa qalası və Bakı ələ keçirilməmişdi. B-ni çıxdıq. Şəki xanlığı ləğv edildi. 1819-cu ildə ləğv edilib. Müharibə daxilinə düşmür, götürə bilmirik. İkinci tərəfə baxaq. Azərbaycanın cənub xanlıqlarını soruşur. Rusiya ordusu Sultanbud yaxınlığında məğlub oldu. Bəli, Rusiya ordusu Sultanbud yaxınlığında məğlub olub, amma 1812-ci ildə 1-ci Rusiya Qacar müharibəsi daxilinə düşür, götürə bilmirik. Rusiya Təbrizə müvəqqəti idarə yaratdı. 1827-ci ildə Rusiya Təbrizi işğal edir və orada müvəqqəti idarə yaradır. B uyğundur 2-yə. Rusiya ordusu Sərdarabad qalasını tutdu. Rusiya ordusu Sərdarabad qalasını 2-ci Rusiya Qacar müharibəsi dövründə tutur, lakin hadisə Şimali Azərbaycana aid olduğuna görə götürmürük. 1 A, 2 isə B. C variantı düzgündür. Albaniya hökmdarı Cavanşirin dövlətə başçılıq elədiyi dövrə aiddir. Alban hökmdarı Cavanşir 642-ci ildə hakimiyyətə gəlib, 681-ci ildə sui-qəsdlə öldürülüb. Baxaq. Bizans hökmdarı ilə Sasanilərə qarşı ittifaq qurdu. Bizansla Cavanşirin ittifaqı 654-cü ildə baş verib, amma Sasanilərə qarşı deyil, çünki Sasani dövləti 651-ci ildə süquta uğrayıb. Ona görə biri çıxdıq. Kadisiya döyüşündə ərəblərlə mübarizə aparıb. Kadisiya döyüşü 636-cı ildə olub və bu zaman atası Varaz Qriqorun göstərişi ilə ordunun başında köməyə getmişdi, yəni hökmdarlıq dövrünə düşməyəcək. 2-ni də götürmürük. Əməvilərlə diplomatik əlaqələr qurdu. Əməvi sülaləsi ilə bəli diplomatik əlaqələr qurub, hətta Əməvi hökmdarı Muaviyyənin görüşündə olub 667, 670-ci illərdə. 3 doğrudur. Ölkəni viran edici basqınlardan xilas elədi. Bəli, uzaq görən siyasəti nəticəsində ölkəni basqınlardan xilas etməyi bacarmışdı. 4 doğrudur. Xəzərlərin qoşunlarını məğlubiyyətə uğratdı. 662-ci ildə Kür çayı sahilindəki döyüşdə Xəzər qoşunlarını məğlub eləyibdi. Cavabımız 3, 4, 5 C variantı düzgündür. 12-ci əsrdə yaranmış və paytaxtı ulduzla işarələnmiş dövlətin Şirvanşahlar dövləti ilə ümumi cəhətlərini müəyyən edin. Göstərilən ərazi Naxçıvan ərazisidir. 12-ci əsrdə 1136-cı ildə yaranmış Eldəniz dövləti ilə Şirvanşahlar dövlətinin oxşar cəhətlərinə baxırıq.
Xarəzmşah Cəlaləddinin yürüşlərə məruz qalması, 1225-ci ildə Eldənizlər, 1227-ci ildə də Şirvanşah 3-cü Fərruzun dövründə Şirvanşahlar dövləti, deməli Xarəzmşahların hücumuna məruz qalıb. Hər ikisi üçün uyğundur. 13-cü əsrdə süqut etməsi Eldəniz dövləti üçün uyğun olsa da, Şirvanşahlar üçün uyğun deyil, çünki 1538-ci ildə süquta uğrayıb, variantı götürə bilmirik. Hülakü xan tərəfindən tabe edilməsi Hülakü xanın ərazimizə yürüşləri 1256-cı ildən başlayır və bu dövrdə Eldəniz dövləti mövcud olmadığına görə 3-ü də götürə bilmirik. Monqollara qarşı mübarizə aparılması uyğundur, çünki 1220-22-ci illərdə Monqolların birinci yürüşü zamanı Eldənizlərin son hökmdarı Atabəy Özbəy idi və bəzi şəhərlər çox ciddi müqavimət göstərmişlər. Eyni formada Şirvanşahlara da bu aiddir. 1 və 4 C variantı düzgündür. Uyğunluğu müəyyən edin. Avropa Hun dövlətindən fərqli olaraq 1-ci Göytürk dövləti Bizans üzərinə yürüş etmişdir. Fərqli cəhət deyil, çünki Hun dövlətinin hökmdarı Attilanın 2 Balkan səfəri var. Ona görə biri götürmürük. Uyğur dövləti ilə Avropa Hun dövlətindən fərqli cəhəti soruşur. Yəni Uyğur dövlətinə aid olan hadisə Çini asıla salmışdır. Doğrudur bu variantımız. Deməli, Bölgü Xaqanın dövründə Çin asıla salınmışdır və həmçinin Boyunçunun da dövründə, ona görə biz 2-ni götürdük. Axun dövləti Avropa ondan fərqli olaraq 5-ci əsrdə süqut etmişdi. Yanlışdır, çünki Axun dövləti 567-ci ildə süquta uğrayıbdır. 3-ü götürə bilmirik. Xəzər xaqanlığı Ərəb xilafəti ilə mübarizə aparmışdı. Bəli, 8-ci əsrin sonuna kimi böyük bir mübarizə tarixi var. Amma Avropa Hun dövləti mövcud olanda Ərəb xilafəti mövcud deyildi. 4 də uyğundur bizim soruşulan deməli şərtimizə. 1 və 4 C variantı düzgündür. Sualda bizdən soruşur, Azərbaycanda Ərəb xilafəti dövründə baş verən, yəni qəbul edilən vergi və yaxud da torpaq mülkiyyət formalarını. Xaraq Sasanilər dövrünə aiddir, Gezit və Xaraq onların vergiləridir. Anı çıxdıq burada. Sonra Zəkat Ərəblər dövründə alınan vergidir, B düzgündür. Xostak və Dastagir Sasanilər dövrünün torpaq mülkiyyət formalarıdır, C-ni də çıxdıq. Beləliklə 1-ə B variantı düzgündür. İkinci tərəfə baxaq, Sasani dövrünə baxırıq. İqta Ərəblər dövründə şərti torpaqlardır. A-nı çıxırıq burada. Xərac yenə də Ərəblər dövründə və ödədiyimiz vergi növüdür. Çıxdıq. Dastakert, bayaq dediyim kimi, Sasani dövründə Dastakert və Xostak torpaq mülkiyyətidir. Dastakert isə irsi torpaqlardır Sasanilər dövründə. 2-yə də C. 1B, 2C, B variantı düzgündür. Şahibşarın daxili siyasətinin nəticəsini soruşur. Xəzər dənizində hərbi donanma yaradıldı. Xeyr, yaratmaq istəyirdi, amma Osmanlı'nın olan müharibə nəticəsində donanma yaratmaq mümkün olmadı. Biri çıxdıq. Vergi toplanması qaydaya salındı, doğrudur. Osmanlı dövləti ilə sülh müqaviləsi bağlamışdı, amma xarici siyasət olduğuna görə götürmürük. Əhalidən məhsulla yığılan vergi pulla əvəz edildi, doğrudur. Və məhz pulla əvəz edildiyinə görə də kəndlərin vəziyyəti ağırlaşdı. 5-i də götürdük. Beləliklə, cavabımız 2, 4, 5, C variantı düzgündür. Eradan əvvəl 4 və eradan əvvəl 1-ci əsrlərdə Misiri tabe etmiş dövlətlərin meydana gəldiyi əraziləri xəritədə müəyyən edək. Eradan əvvəl 4-cü yüzillikdə, konkret desək, eradan əvvəl 332-ci ildə Misir Makedoniyalı İskəndər tərəfindən müqavimətsiz şəkildə işğal olunur və İskəndər özünü Misirin tanrısı və Fironu elan edir. Makedoniya ərazisi Yunanistanın şimalında yerləşir, biri götürürük burada. Eradan əvvəl 1-ci əsrdə isə Misiri Aksi döyüşündən sonra, konkret desək 30-cu ildə artıq Roma özünə tabe edir. Avqustun dövründə Romada yerləşir 3-də və götürdük 3. 1, 3C variantı düzgündür. Gülüstan sülh müqaviləsindən fərqli olaraq Türkmənçay sülh müqaviləsinə aid olanları soruşur. Bir sıra xanlıqlar ləğv edildi. Bu fərqli cəhət deyil. Hər iki müharibə nəticəsində bir sıra xanlıqlar ləğv edilib, götürmürük. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verildi. Bu Gülüstan müqaviləsinə də aid şərt olduğuna görə götürmürük. Rus tacirlərinə güzəştlər verildi. Yenə də hər iki müqavilə ilə Rus tacirlərinə güzəştlər nəzərdə tutulduğuna görə götürmürük.
Qacarlar dövləti Rusiyaya hərbi təzminat ödəməli idi. Bəli, 20 milyon deməli, təzminat ödənilməsi nəzərdə tutulmuşdu. Türkmənçay müqaviləsində belə bir şərt Gürcüstanda yox idi. İrəvan və Naxçıvan xanlıqları Qacarların hakimiyyəti altında qaldı. Bu isə Gürcüstan müqaviləsi nəticəsində qalmışdı. Türkmənçaya aid deyil. Beləliklə cavabımız D variantı düzgündür. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Cəlalilər, Teymurilər və Monqollar. Təbriz şəhəri ələ keçirildi. Təbriz şəhəri həm Teymurilər tərəfindən, həm Cəlalilər tərəfindən, həm də Monqollar tərəfindən ələ keçirilib. 4-də biz A-nı ortaq cəhət kimi götürürük. Yeni dövlətin əsası qoyuldu. Yeni dövlətin əsası Monqol Hülakü xan tərəfindən 1258-ci ildə 3-cü yürüşün nəticəsi olaraq Azərbaycanda yaradılıbdır. 3-ə B-ni götürdük. Şirvanşah 1-ci İbrahim tərəfindən məğlub edildi. Əmir Teymurun ölümündən sonra Şirvanşah 1-ci İbrahim 1405-ci ildə Kür çayı sahilində döyüşdə Teymurləri məğlubiyyətə uğradı. Biz C-ni götürdük 2-yə. Əsəd döyüşündə Qarı Yusif tərəfindən məğlub edildi. Bəli, Əsəd döyüşündə Cəlalilərin son sultanı Sultan Əhməd Qarı Yusif tərəfindən məğlub edilir. 1-ə götürdük D. Eldəniz dövləti süquta uğradıldı. Eldəniz dövlətini süquta uğradıbdır. Xarəzmşahlar bu dövlətlərə uyğun deyil. Beləliklə 1D, 2C, 3B, 4A variantı düzgün variantdır. Səfəvilər dövlətinin xarici siyasətinə dair yanlış bəndi müəyyən edin. Şah II. Abbasın dövründə Osmanlı dövləti ilə sülh müqaviləsi bağlanmışdı. Şah II. Abbas 1642 və 66-cı illərdə hakimiyyətdə olubdur. Onun dövründə xarici siyasətdə əsasən Rusiya ilə münaqişə və diplomatiya ilə münaqişənin yoluna qoyulması əks olunub və Osmanlı ilə sülh müqaviləsi imzalanmayıbdır. Cavabımız A variantı götürəcəyik. Mədəniyyət abidələrinə aid məlumatların düzgün verildiyi sətirləri müəyyən edək. Abidənin adı Gülüstan qalası 12-ci əsr Bakı. Gülüstan qalası 12-ci əsrdə tikilib, lakin Şamaxıda tikilib, biri götürə bilmirik. Əlişah məscidi 13-14-cü əsr Təbrizdə. Bəli, bu doğrudur. Əlişah məscidi ya da Ərk qalası İlxani vəziri Tacəddin Əlişah tərəfindən tikdirilib və Təbrizdə düzgündür 2. Möminə xatun türbəsi 11-ci əsr Şamaxı. Möminə xatun türbəsi 12-ci əsrdə Naxçıvanda tikilibdir. 3-ü götürə bilmirik. Ramana qalası 13-14-cü əsr Abşeron. Bəli, bu variantda düzgündür. Beləliklə cavabımız 1 və 4 düzgündür. Böyük Səlcuq və Qızıl Ordu dövlətlərinin tarixlərinə aid ümumi cəhətləri soruşur bizdən. Təbriz şəhərinin ələ keçirilməsi 1054-cü ildə deməli Rəvadi dövlətinin özünə tabe eləyən Böyük Səlcuqlar ələ keçirmiş oldu. Qızıl Ordu da 1385-ci ildə Toxtamış xanın yürüşlərində Təbrizə daxil oldu və 8 gündə şəhəri qarət etdi. Bir hər ikisinə uyğun gəlir. Azərbaycanda mövcud olan dövlətin süquta uğradılması, Səlcuqlar tərəfindən Azərbaycanda Rəvadi dövləti, Şəhadət dövləti süquta uğradılıbdır. Eyni formada Qızıl Ordu tərəfindən də Azərbaycanın Hülakü dövləti süquta uğradılıbdır. 2 uyğundur. Teymurlərlə mübarizə aparılması, Teymurlərin mövcudiyyəti dövründə Səlcuqlar düşmədiyinə görə uyğun deyildir variant. Misir ərazisinin dövlətin tərkibinə qatılması isə yenə də uyğun variant deyil. Cavabımız 1 və 2 düzgündür. Hadisə-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Jaklar üsyanı baş verdi, 100 illik müharibə başlandı. Yanlışdır. 100 illik müharibənin daxilinə baş verib Jak üsyanı, biri çıxdıq. Normandiya Hersoqu İngiltərə hücum etdi, mərkəzləşmiş dövlət yaranmasının əsası qoyuldu. Bəli, 1066-cı ildə Hastings döyüşündən sonra 1-ci Wilhelm artıq İngiltərədə mərkəzləşmənin əsasını qoymuş oldu. 2 düzgündür. Avropa liderliyi uğrunda müharibə başlayır və 30 illik müharibəyə keçid etdi. Bu düzgüdür, çünki dini motivlərlə görürsənsə də əslində burada siyasi və ərazi motivləri daha güclü idi. 3-ü götürürük. 14-cü əsrdə vəba epidemiyası yayıldı. Almaniyada protestantların din azadlığı tanındı. Xeyr, Almaniyada protestantların din azadlığı aparılmış mübarizə və Augsburg sazişinin nəticəsində tanınıb. 4-ü də götürə bilmirik. Beləliklə cavabımız 2 və 3 düzgündür. Xronoloji ardıcıllığı müəyyən edin. İngilislərin Hindistanın işğalını başa çatdırması 1856-cı ildə Audun işğalı ilə tamamlandı. Çində Taypin üsyanının başlanması 1850-ci ildə başlandı.
Yaponiya Konstitusiyası 1889-cu ildə qəbul edilibdir. Osmanlı dövlətinin konstitusiyalı monarxiya çevrilməsi isə 1876-cı ildədir. İndi bunları ardıcılıqla düzsək, əvvəlcə 2, 1, 4, ən sonda da 3. Uyğun cavabımız 2, 1, 4, 3 olacaq. Uyğunluğu müəyyən edin. İngiltərə tarixinə 17-ci əsr və 18-ci əsrə aid olan hadisələri soruşur. Respublika elan edilməsi 1649-cu ildə elan edilib, 17-ci əsrə düşür, 1-ə götürdüyü A-nı. Sənaye çevrilişinin başlanması 18-ci yüzillikdə başlayır, 19-da başa çatır, 2-yə götürdüyü B variantı. Al və Al-Qızılgül müharibələrinin baş verməsi, Al və Al-Qızılgül müharibələri 1455-85-ci illərdə olub, 15-ci əsrə düşür, götürmürük. Parlamentli monarx idarə formasının bərqərar olması ilk dəfə parlament 1265-ci ildə çağırılıb, 13-cü yüzilliyə düşür, D-ni də götürmürük. Böyük Britaniya adlanmağa başlaması 1707-ci ildə Böyük Britaniya adlandırılır, düşür 18-ci yüzilliyə, 2-yə götürürük Y variantını. Beləliklə 1A, 2 isə B və Y variantları uyğundur. Sizə təqdim olunmuş situasiyanı diqqətli oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək tapşırıqları yerinə yetirin. Nəzərə alın ki, hər tapşırıqda alınan nəticə həmin situasiya ilə bağlı növbəti tapşırıqlarda istifadə oluna bilər. Böyük ordu ilə Yunanistana hücum edən hökmdar Kserks əvvəlcə Yunanlara elçi göndərir ki, təslim olsunlar. Leonid bu tələbi rədd edir. Rəvayətə görə Dienik adlı bir igid Spartalı başqa bir Yunandan eşitmişdi ki, qarşı tərəf oxlarını atanda onların çoxluğundan günəş qaralacaq. Lakin deyirlər ki, Dienik istilaçıların sayından heç qorxmadı, qayğısızcasına cavab verdi. Əgər oxlar günəşin qabağını tutacaqsa, deməli kölgədə döyüşəcəyik. Yunanlar 2 gün düşmənin hücumlarını dəf etdilər, lakin bir nəfər xain dağ cığırı ilə düşməni Fermopil keçidinə apardı. Mühasirəyə düşən Spartalılar qeyri-bərabər şəraitdə gedən döyüşdə məğlub oldu. Müharibəni davam etdirən Yunanlar bir neçə döyüşdə qələbə qazandılar. Kserks ölkəsinə gedən yolun Yunanlar tərəfindən tutulmasına ehtiyat edərək öz gəmilərinin bir hissəsi ilə çıxıb getdi. Qalan qüvvələrlə Yunanlar arasında müharibə təxminən 30 il davam etdi. Bəhs edilən müharibənin mənbədə verilməyən nəticələrindən ikisini yazaq. Məsələn, yaza bilər ki, Yunanlar Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrildilər, Aralıq dənizi hövzəsində. İkinci səbəb kimi yaza bilərik ki, Afinalılar dəniz sahibləri adlandılar. Mənbədə bəhs edilən müharibədə Yunanların qələbə qazanmasına kömək edən əsas amillərdən birini yazaq. Əsas amil onların vahid şəkildə birləşməsi idi, yəni Afina dəniz ittifaqının yaradılmasını göstərəcəyi, çünki bu ittifaqın rəhbərliyi altında düşmənə birlikdə mübarizə apardılar. Afina dəniz ittifaqı. Mənbədə bəhs olunan məlumatlara aid cədvəlin hər sətrinə bir cavab yazmamızı istəyir. Baxaq. Müharibənin başlanma səbəbini istəyir. Ona görə baş verdi ki, İranın hakimiyyəti altında olan Kiçik Asiya qərb ərazisində Yunanlara qarşı üsyan baş verdi və bu üsyana Afina köməklik göstərdi. Yəni üsyan və üsyana Afinanın kömək göstərməsi. Müharibə isə 5-ci yüzillikdə eradan əvvəl 5-ci yüzillikdə baş vermişdi.